Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası davam etdirilib. Məhkəmə prosesində təqsirləndirilən şəxslər 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə törədilən Xocalı soyqırımı, faciə zamanı günahsız insanların məhz Azərbaycanlı olduğuna görə məqsədli şəkildə məhv edilmələri ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavab veriblər. Təqsirləndirilən şəxs Arkadiy Qukasyan Xocalıda törədilənlər haqqında ilk dəfə 1992-ci ilin fevralında rəsmi məlumatlar verilməsi nəticəsində məlumat aldığını bildirərək deyib ki, o zaman faciənin miqyasını bilmirdilər. O, dinc əhalinin qətlini pislədiyini qeyd edib. Qukasyan Xocalı soyqırımı zamanı qondarma rejimə rəhbərliyi Artur Mıkırçyanın, hərbçilərə rəhbərliyi isə Ermənistan silahlı qüvvələrində müxtəlif rəhbər vəzifələr tutmuş Komandos ləqəbli Arkadiy Terdadevosyanın etdiyini bildirib. Əlavə edib ki, həmin vaxt yeni formalaşan özünü müdafiə qüvvələrinin rəhbəri Serj Sarkisyan idi. Təqsirləndirilən şəxs Bako Sahakyan isə Xocalı hadisələri ilə bağlı dərin və təfsilatlı məlumata malik olmadığını iddia edib. O, məhkəmədə nümayiş olunan video materiallara və sənədlərə işarə edərək deyib ki, bu qədər təfsilatlı bilmirmiş. Təqsirləndirilən şəxs Xocalı soyqırımında keçmiş Sovet ordusunun 366-cı motatıcı alayın iştirakı barədə eşitdiyini, sonradan Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın həmin alayda xidmət etdiyini bildirib. Təqsirləndirilən şəxs David İşxanyan Xocalı soyqırımı ilə bağlı görüntülərdə yer alanların vəhşilik olduğunu deyib. O, hadisələr zamanı qondarma rejimdə deputat olduğunu söyləyib. Təqsirləndirilən şəxs David Babayan isə Xocalı soyqırımı və Xocalının işğalı hadisələrinin iştirakçısı olmadığını bildirib. O deyib ki, Xocalı hadisələri zamanı məsələni güc yolu ilə həll etmək istəyənlər məqsədlərinə çatıblar. Babayan onu da deyib ki, hətta qondarma rejimdə Xocalının azad edilməsi uğrunda medalı təsis olunub. Təqsirləndirilən şəxs Arayi Karotyonyan Xocalı hadisələrini 1-ci Qarabağ müharibəsinin ən böyük faciəsi hesab etdiyini bildirib. O, qondarma rejimdə Xocalı əməliyyatı ilə bağlı müzakirələr olmadığını iddia edib və deyib. Məsələn, Şuşa əməliyyatı ilə bağlı bir neçə kitab yazılıb. Ona görə də bilirik ki, orada kimlər iştirak edib, necə olub. Xocalı əməliyyatı ilə bağlı isə müzakirələr aparılmayıb. O vaxtı başlıca hərbi rəhbər Arkadiy Terdadevosyan idi. Yəqin ki, Xocalıda hərbi əməliyyatlar onun göstərişi və razılığı ilə keçirilib. Sitatın sonu. Daha sonra məhkəmədə Memorial İnsan Hüquqları Mərkəzinin 1992-ci il fevralın 25-26-sında Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabat sənədi tədqiq edilib. Təşkilatın hesabat sənədində bildirilir ki, erməni hərbçilərinin tərəfindən Xocalının işğal olunması ilə nəticələnən əməliyyat zamanı əhalinin kütləvi qətilləri, insan haqlarının milli zəmində pozulması halları baş verib. Məhkəmənin növbəti iclası aprelin 24-ünə təyin olunub.